Qədim zamanlardan bəri inanclar həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnanclar nəsildən nəslə ötürülür, yaşadılır. Bəs gəlin görək bugünkü gündə necə? Şəhər sakinləri inanclara inanırlarmı? Gəlin soruşaq. Müsbət baxmıram. Yəni elə inanclarım yoxdur. Nəyə görə müsbət baxmırsınız? Çünki mənasız gəlir mənə. Yəni insan özündə olmalıdır. Yəni elə inanclar insanın ruh halına təsir edə bilər. Mən yaradan Allahdır, Allaha da bağlıyam. Vəssalam. Nə veribsə o verib. Yox, elə inancı var ki, mən ona inanmıram, amma eləsi var inanmıram işarətlərə. İşarətlərə. Məsələn, harasa gedirsən və önüvə nəsə görürsən yolda. O sənə işarətdir ki, sən getdiyin iş alınmayacaq. Gedirsən səhər tezdən, önüvə insan çıxır, əli boş, boş torba ilə, boş vedrə ilə. Həmişə deyərdilər ki, o qabağa çıxıbsa, deməli, bugün ruzu olmayacaq. Bəzən olur elə şeylər. Yəni, duz dağıldısa, evdə söz söhbət olur. Ya qara pis bir şey keçərsə, işini düzəltməz. Var elə bir şeylər. Əvvəllər çox inadım olmayıb. Yəni, sonradan sonraya, yəni yaşlaşdıqca baxmışam ki, yox, belə şeylər var imiş. Cavan vaxtdan mən inanım yox idi. Yox, inanmıram. Hansısa inanc bəs ümumiyyətlə həyatınızda təsir göstərir? Məncə yox, ancaq özünə inanmaq lazımdır. İnanclara inanırsınız? Yox, inanmıram. Heç? Vəbşə yox. Əslində qara inanclara inanmıram. Bir şey keçəndə günün pis keçəcək və yaxud da duz dağılanda dava düşəcək. Bu kimi şeylər absurd gəlir sözün açığı. Mən sadəcə öz enerjimə inanıram. Yəni günü necə başlayırsansa elə də bitir. Yəni mən həyat meyarım sözün açığı belə davam edir.